İşte Məhəbbət Macerası serialı başladı. Soy Production'ın təqdimatında. Eşkin məhəbbəti düşüb canıma, ala göz yaşını sil qanoyalım. Eşkin məhəbbəti düşüb canıma, ala göz yaşını sil qanoyalım. Yaşımı 20'ni yadlayıb keçib, yaşımı 20'ni adlayıb keçib, gözlüyə bilmirəm il qanoyalım. Allah mənə zülmə yaradı. Zülmə yaradıblar deyiblər ki, məhəbbət eşək kimi işləyəsən, amma gün görməyəsən. İşləyəsən, bir çörək tapmayəsən, ha? Eşitmirsən qapıdır. Qapı mı? Ha, Merhaba, Bakir burada mı yaşıyor? Bakir mi? Evet. Yok, Bakir burada kalmış. Konum burayı gösteriyor. Aradım açmadı. Hı. Siz Türksünüz? Evet, Türk'üm. Ha. O zaman bir dakika bekleyin, gelirim. Şenlenir. Ay dur, ne yatıbsan? Belə bir işləyib, qazanç gətirib, yorulub ona bax, yatmayıb, səpələnib. Ay dur. Yatak da. Yatışa bax, elə bir ki, gündə 3 dəfə elə belin ağrısı keçəcək hərəkətidir. Bu nə də? Bu nə də? Nəlbəki rəqsidir bu. Allah bax, külümü qoyub başına. Baş çatmır. Ay, Türk kız gelip seni kapıda gözlüyor. Türk. Orada da Türk. Ay, kimdir o kız? Gətirdi sən qapıya. Məhəbbət deyən görüm ha, bir dəqiqə. Nə hoqqa ya, bir dəqiqə deyən görüm. Deyirəm, o Türk kız kimdir? Niyə gəlib Baya bir buraya? dəqiqə də işim vardır, deyəcəm sana sonra. İşin vardı, sən çağırıbsan. Görüşüm var idi, iş görüşməsi. Ay, bura restorandır, nədir? Ay, başına daş tökülmüş. Xalqın evinə kızı niyə çağırıbsan? Ay, sənin evindimi, eşindimi, həyat boşandı mı? Ay, demirsən ki, Sevda bizi buradan iti qovan kimi qovacaq. Salam, buyurun. Hoş gelmişsiniz. Merhaba. Kimsiniz siz? Siz kimsiniz? Mən bu evin yiyəsi. Nə lazım idi? Ev yiyesi ne demek? Ev yiyəsi, yəni bu evin sahibəsi. Yəni bu ev mənimdir. Anladım, tamam. Bakir neyiniz oluyor? Bakir benim kiçiyim. Kiçiğim ne demek? Yəni xidmətçim. Hizmetçisi oluyorsunuz demek istediniz. Ben değil, o benim. Çok komiksin. İsminiz neydi? Mənim ismim Sevgi. Yani aşk demek. Evet, aynen öyle. Ne kadar da zayıfsın. Bakir, səni istəyirlər. Oo Ceylan Hanım, hoş gelmişsiniz, hoş gelmişsiniz. Hemşe siz gelesiniz, hoş geldiniz. Teşekkürler. Nasılsınız? Ben iyiyim maşallah, siz nasılsınız? Ben de iyiyim, teşekkürler. Ama hanımefendi beni içeriye almıyor. Vay. Olur, olur. Ben hallederim. Sevgi bir dakika olarsa ne? Bir dakika geliyorum, bir dakika. Sen bilirsən ki, sənin xətrin mənim necəsizdir. Mamaya heç nə deyib eləmə, yaxşı bax, qulaq as. Bizim yaxşı xeyrimiz də var, başa düşürsən? Yəni, biz elə eləməliyik ki, güya ki, mən ənkəyəm də, bu ev mənim qızım, sən də mənim bacımsan. İraq olsun, bacı nədir? Məsəl üçün deyirəm də, yəni də, orası elə deyil, söz yox. Yəni, məni ləliyum bilməsin də bu adam. Başa düşdüm ya, ay Bakir. Sen mənə heç nə demirsən. Mama birazdan çıxacaq, ailəm qarşıdır bir-birinə, mən də sənə kömək eləməyəcəm. Bu qız kimdir, hardan gəlib, nəçidir, niyə gəlib, nə qaynadırsan, bunun hamısı mənə deməlisən. Sən fikirləşməliyik də, ortada xeyrimiz var axı. Ablam.
Bu nasıl misafirlik? Beni içeri almayacak mısınız? İçeri mi? Alırım. Tabii alırım. Alırım. Böyleyiz. İyiyiz. Ev çok büyük. Büyük. Kaç kişi yaşıyor burada? Arada maşallah da desem bir şey olmaz da. Ha. Maşallah. Kaç kişi kalıyoruz? Kişi diyende ki bir tane kişi elə Bakir'dir. O. Bakir Bey tek başına mı yaşıyor burada? Evet. Siz hizmetçi misiniz? Evet, hizmetçiyimdir. Evet. Geçelim. Buyuralım. Bir daha hoş gelmişsiniz. Eşittim Türkiye'den gelmişsiniz, hoş gelmişsiniz. Sizin çaylar. Çok naziksiniz. Mən Naziyəm. Mən demək sizə belə deyim də 2 ay öncə mən 20 kilo verdim. Yəni məni 2-3 ay bundan əvvəl görsəydiniz mən heç belə nazik gördüm də. İndi çox naziyəm, özümü də çox rahat hiss edirəm. Yəni çox görünür ha. Çok hiss olunur ha. Çok da komiksiniz. Bakir Bey. Evet. Sevgi Hanım bana dedi ki siz onun hizmetçisiymişsiniz. O kadar güldüm. Ne kadar çok uçlamıştın ha? Adama əvvəzədən deyərdi. Çok komik. Hakikaten çok komik. Sen görürsen ki bizim de burada söhbət edirik də. Teşekkür edirəm sevgicim, teşekkür ederim. Xahiş edirəm otağı tərk et. Biz söhbət ediyoruz da burada. Gedə bilərsən. Get. O Bakir işini qutarsam o qışığınacağım, ağzını burnunu partladacağım onun. İş qurursan başa düşdükdə xeyirli olsun. Biz nəsə deyirik bəyəm. Bir bundan bizə də xəbərdar olub elə biz də bilək də. İndi mama bilsə nə edəcək bizi? Ağlayıb qara sərəcək. Ay Sevgi, bir dəfə də yaralı barmağa bir su tökünən də, bir xeyrin dəysin də. Bu imkan vermirsən, dəhşət. Bu Bakirə sən nə vermirsən ala bilmirəm. Gözüm çıxdıya salıbsan. Deyirəm ki, sən biraz belə yardım əlini uzatsaydın pis olmazdı da ana. Məhəbbət, sən bilirsən o qız kimdir, niyə gəlib? Yox, bilmirəm kimdir, niyə gəlib. Niyə gəlib bilmirsən. Bakirin dediyinə görə qız gəlib Türkiyədən. Türkiyədən? Qız gəlib Türkiyədən. Gör bunların krem brendi var. Yer axtarır. Bəxtəvər yer axtarır. Qurmağa, markasını qurmağa. Bu ağıllı Bakir qardaşın da deyib ki, gəl burada qurucunən, bu evi verəm sənə. Nə istəyirsən, bütün mərtəbələri götür elə ginən Markovu. Az Bakir qələt elir, başını daşa döyür. Bakirin dədəsinin evidir. Sevda, anon kremin adını eşitsə bizi kremə qatacaq, kremi bizə. Sən daha o qədər narahat olma da. Sən bir dənə, burada mənim də xeyrim olmalıdır. Bu çox da şey deyil. İndi bir çıxsın görüm nə danışır da. Burada mənim xeyrim olsa, inşallah, orada mən görüm baxım eləyəcəm. Sən narahat olma, özüm həll eləyəcəm hər şeyi. İnşallah. Mən bir dənə gedim mamanın bir dənə göz qulaq olum. İnşallah ki, sənə də bir xeyir dəysin ki, sən də bizə xeyrin dəysin. Amma əcəb qəşəng. Qəşəngdir hamı. Ceylan Hanım, o size diyeyim arazi fabrik için nasıl bir yer? İyi yer. İyi yerde bakmam lazım. Ya ne iniyorsun, bakıyorsun, hoşuna gitti ve salam da. O zaman böyle konuşalım. O zaman tortu keselim, ağzınız şirin olsun, el sıkalım. Bir haftadan sonra işçilerinizi götürün başlasınlar. Öyle mi? Tamam Olsun. ya. Nasıl olur ya? O zaman Ceylan Hanım buyuralım mutfağa. Buyurun. Eğleneceğim benim. Buyurun.
Buyurun mutfaka, buyurun. Biz anlaştık. Ceylan Hanım için, benim için, hepimiz için hayırlı olsun. Amin, amin, amin. Aha. Mama ilə danışdım, dedim ki, sən yuxarıda gözlə. Biz indi səni çağıranda şey eləyəcək, gələrsən, samvar qaynadıq şey eləyərik. Qaynatmağına qaynadırıq, amma samavar qaynatmırıq da. Ceylan Hanım, bu sizin gönderdiğiniz torttu. Hə, bir dənə tortu kəsək. Aa, dur. Öyle olmaz. Nətər olur be? Şimdi fabrikayı nerede açıyoruzsa Aha. tortu orada. Ağzınız şirin olsun. Deyəsən, sevginin ağzı şirin oldu. Tatlı be. Ama merak etmeyin, bu bizim ürünlerimizden yapılan yüz bakım kremi aslında. İnsanlar buna para ödüyor. Sana bedavaya oldu. Bu krem idi mi? Evet. Mən bayaqdan bunu neyse oldu da oldu. Can çox qabiliyyətli iş adamıdır. Sağ olun. Sağ ol. Görüşürüz. Sağ İnşallah ol, hiçbir sağ zaman ol. görüşürüz. Az iki daşın arasında saçı da necə işin içine qatdım. Onu orada nətər kəsdim, attım. Məhəbbət, bax biləsən. Bunu sənə bağışlamayacağam. O söhbətdə Bakirə bağışlamayacağam, biləsən. Az yaxşı da təki gəlib burada fabrika qursunlar. Kel saxlamayın. Az üz kremi də buna bax, üzün də cavanlaşdı. Ay sevgili, sən məmcan bağışla məni. Mən bilmirdim bu belə eləyəcək. Amma saç belə yaraşır ha sənə, qəşəng görünürsən. Bəyəndi buranı, gəlir nəsə iş qurur burada. Bax, Bakir, sənə söz an verirəm. Əgər bu iş alınmasa, gələcəm həm sağanama danışacağım, baxarsan. Az maman demişkən, salamatçılıqdır mı? Maman nəsə 2 gündə aşağı düşmür. Gözüm su içmir ondan. Salamatdır mı? Yox, Xoş deyil ki, imkan vermirsən ki, bir yanına qalxın. Bəlkə məni istəyir görünür. Məhəbbət, o bu dəqiqə heç məni də istəmir. O bu dəqiqə elə depressiyadadır ki, yüngül belə depressiyadadır. Papa yadına düşüb, ona görə onu fikirləş. Papan indi mi yadına düşdü, bu depressiyaya girdi? Ola bilər onun qarnının dərdi başqadır. Nəysə, mən gedim, ay sabunu götür, şu bilirsən. Mən gedim indidən mamanı biraz öyrəşdirim. Aha. Biraz da qaz verim, onu deyim ki, bu boyda evi zırıltını neyinirsən, sən saxlamısan. Ver bunu fabrika işləsin də. Vallahi da, unsa sizdən bir şey çıxmır. Bəlkə onlar gələlər, biz bir gün görək. Sən bu Türk qızı hardan tapmısan, Az internetdə gördüm, yazmışdı ki, fabrik üçün yer axtarıq, həyət ev olsun, nə bilim, 3 mərtəbəli ev olsun, baseynisi olsun, ağaçları falan olsun. Hazır hamısı var da burada. Ay, deyirsən yəni, Sevda razılaşır. Niyə razılaşmır? O Sevda deyil, bir klinikaya vermək istəyən yadımdan çıxır. Ay, klinika ilə krem fabriki eyni şeydirmi? Onlar buna nə verəcək ki? Sən bilmirsən, hə? Mən sənə bir dənə öyrədim, bir qaqa kimi. Sevdanın ürəyinə gedən yol, sevgidən keçir. Sevgi də ki, pul gördü, elə bir dədəsini görür. Öyle sana bir söz diyeyim. Aha. Sevda evdə yoxdur. Nətər yəni yoxdur? Yoxdur da, yoxdur. Çıxıb gedib harasa. Bu nədir? Bizə yalandan deyir ki, nə bilim, ay mamam xəstələnib, ay nə bilim stressdədir falan. Yoxdur evdə, çıxıb gedib bizə kələm əkirlər. Yaxşı. Sən o kələmi yeyə bilərsən məbəd, amma mən yemirəm. Mənə o qədər danışıblar ki, mən heç vaxt bu kələmi yeməmişəm. Ay, sən uşaq vaxtından kələm yemirdin. Ay, sağ ol, heç vaxt yeməmişəm mən. Elə bir kino çəkirlər bunlar. Da bilmirlər ki, bu ssenarini Bakir yazır. Hare? Mən yoxlayacam. Sən bir dəqiqə gözlə, mən özüm gəlib yoxlayacam. Mən bilirəm o necə. Ay, demişəm ağzına spişka yoxdur. Bu olmayanda iş etmirim hə. Qarına düşəcək ya o. Buna baxır. Ay Bakir.
Hara girsən Bakir? O... Hə. O... Şey... Mən elə bir ki, sevgi telefondan danışmalıyam. Ged evindən danış da. Məhəbbət evdədir də. Bu da elə bir şəxsi məsələdir. İndi həyətdə də danışa bilmirəm də. Külək, isti, zad elə. Mən girim boş otaqların birində danışıb gəlirəm. Öz başınasan sən. Sən deyirsən üz verdiyi ağını çıxartdın. Sənin evin də var. Ged orada danış ya da həyətdə danış. Bura girə bilmərsən öz başınalıq eləməklə. Sən oğlum, böyle sevgi, bir interes danışırsan. Və elə bir indiyə kimi 100 dəfə bu evə girib çıxın, mən olmamışam. İndiyə kimi başqa. O keçdi uje. Bundan sonra girə bilmərsən evə. Bakır, mən əsəbləşdirəm, bu saçma heyfini səndən çıxaram. Gəlib anamı danışdırım hər şeyi. Yaxşı, Gianon evdədir də sən. Gianon evdədir də. Kimə gəlirsən sən? Qoy. Gizlədəş, dəxli var. Abi tutaq ki, evdə deyil. Amma sənin neyvə lazım? Hə? Sənin neyvə lazım? Sənin üçün nə isti soyuq var burada? Bakır, məni əsəbləşdirmə. Onsuz saçma görə əsəbiyəm, sənə də bacıva da. Bax, ikimiz də bir-birinə qatıram. Yerə gedişimlə məşğul ol. Bu evə bir də girməyəcəksən. Sevgi, ay Sevgi. Sevgi. Eşidirsənmi? Gör nə deyirəm. Bax, gör nə deyirəm sağ. Deyirəm ki, ola bilərmi sən bizdən nəsə gizlədirsən? Ananın nəsə olub bizə demirsən. Ayda, Məhəbbət, bu bacı qardaş məndən nə istəyirsə, əl çəkin də məndən də. Mama narahat olma, yaxşıdır, əl çək. Eləmi? Və hardadır? Niyə çıxmır üzə? Niyə mən onu görənmirəm? Məhəbbət, ola bilər ki, sizi görmək istəmir. Məni mi? Yeməyini verirəm, yatır, narahat olma, özüm çıxıram, baxıram ona. Sən ürəyibə salma elə şeyləri. Məni niyə görmək istəməsin ki? Qadev qa demişəm, bu dev bu demişəm. Yemək də istəyib vermişəm, çayını da vermişəm. Niyə məni görmək istəməsin ki? Başa düşmədim. Nə mən ona nağarmışam ki, toyuğuna qış mı demişəm. Çünki sənin ananı bir gün görməyəndə elə bir ki, yeməkdir, yemişəm, amma ağzımın dadını bilənmirəm. Elə bir ki, bir aydır başıma kraska qoymuram. Başımın dibinin ağzı çıxıb hamı mənə baxır. Bax, elə hiss edirəm özümü. Sən qızışdırsan, istəyirsən səni evdən qovsunlar, gedəsən. Niyə qovsun ki? Evdir, eşikdir, gül kimi yığışdırıram. Tozunu alıram, çayını verirəm, çörəyini verirəm. Niyə? Başa düşmədim. Oğruq eləməmişəm, allatmamışam, dalıca danışmamışam. Heç bir problemimiz olmuyor. Yox, əgər bizi burada görmək istəmirsən, istəyirsən ki, biz buradan çıxaq gedək, elə də desin. Zorumuz yoxdur ki, görmək istəmirsən, çıxıb gedərik evimizə. Sən çıxıb gedənsən, Məhəbbət. Bəlkə biz sayson və ağzı eləyə, 100 dəfə sənin mama qovub buradan, sən üstsüz kimi qayıtmısan tezdən. Mən dediyim sözə baxdı. Gedənsən sən. Neyse, Məhəbbət, narahat olmadı, narahat ol. Mama ilə bağlı narahat olma, o iş məndədir. Nə deyirəm ki? Qoy elə olsun. Qoy elə olsun. Başa düşmədim. Bu niyə cavab vermir? 100% nəsə olub. Görən nə ola bilər? Haraya gedib bu? Haraya qaçıb? Niyə gedib? Nə baş verib? Nə oyun qurur? Ola bilərmi başına nəsə gəlib? Bizdən gizlədirlər. Bəlkəm sevgi bilir demir. Bu sevgidən hər şey çıxar. Nə olub? Yerə mi girdi? Göyə mi çıxdı? Nə oldu buna? Haraya getdi Sevda? Bir şey olar qalar üstümdə ha. Mən deyirəm də,
gündə yoxa çıxıb bu. Hara gedə bilər ki, Sevda? Yəni niyə bizə deməsinlər? Axırına çıxacam, mən bunun axırına çıxacam. Gözlə. Sevda xanım, bu ayətdəki ağaçları mən bilmirəm nətər ki. Aha, burada yoxdur. Burada yoxdur. Sevda xanım, paltarınızı dəyişmiş. Burada da yoxdur. Ay Sevda xanım, o həyətdəki şlankdan gələn suyu mən bilmirəm nə. Burada da yoxdur. Gedək ora. Sevda xanım, əyninizdə paltar yoxdur. Mən ölən günümü bilmirəm. Hər ehtimala çıxın bir mansarda da baxım. Mənə kələməkillər bunlar. Yaşayışdır da, bu yaşayışdır. Vallahi bu yaşayışdır. İndi mən nə etməliyəm? Hər gün bir qapının ağzına dayanmalıyam ki, nə var, güdüm ki, yuxarı heç kim çıxmasın. Belə şey olar. Arabada baxdı, özü getdi, məni qoydu burada tək. Dilim ağzım bağlan belə bir dənə şey eləyə bilmə. Bir də nə bilim, nə vaxta qədər bunu mən fırladacağım? Bir dənə deyə də bilmədim ki, getmə, məni də apar özündən. Bastı getdi, özü bilir, nə edir arvadı. Məni zibrə salıb. Hər gün belə oynamalıyam da mən. Görə yaşaya bilmirəm də belə qorxu ilə yaşayıram ki, hər an nəsə ola bilər. Görüm ardadır, heç olmasa biraz danışım oyna. Sevda xanım, bilirəm, idman edirsiniz, amma mənim də... Bu ne iyi de buradan gelir. Oğuz, mühabbət eşidirsən? Mən hər yerə baxdım, Sevda yoxdur. Mühabbət eşidirsən məni? Oğuz, deyirəm bəlkə sevgi. Sevdaya nəsə eləyərik? Bu, deyirsən yəni sevgi elə şey eləyər. Eləyər, vallahi eləyər. Mən elə də ona nə var? Ana qanır o. Az ev sevgiyə qalsın deyə hər şey eləyər o. İşdirsən, sən elə düşünən ki, sən görməsinlər. Bunlara nə var? Sonra deyərlər ki, eşeğim ölüb başı qızıldan idi. Adam üstünə ilə şər atarlar. Sən canım bizi qana salma. Ehmal. Astarojna. Mən haraya girim, harda durum, nə təl eləyim? Bir dəqiqə.
Oy. Sevgi, bax, səndən işim var. Eşidirsən? Məhəbbət, narahat olma, mama evdədir. Evdədim, Hə. and iç. Bakir'in dılğır canına and olsun ki, evdədir. Nətər andaz içdin? Baxın, Bakirin dılğır canına and olsun. Ola bilər ki, Bakirin canı dılğırdır, amma and heç o and deyil. Düzəməli and iç, mən inanım. Məhəbbətin qüdrətdə yanan canına and olsun ki, evdədir. Az bu nə adlanır, nə içirsən? Necə and içim, mən? Dolamısan məni. Sən qorxursan and içməyə? Məhəbbət, mən normal and içirəm. Mən indiyə qədər heç kimi and içdirməyib, indiyə qədər heç vaxt and içməmişəm. Bilmirəm and içmək necə olur. Üstümə gəlirsən, normal bir şey deyirəm, mən də ona görə and içim də. Denən ki, Sevdanın əziz canına and olsun ki, evdədir. Sevdanın əziz canına and olsun ki, evdədir. Kim? Anam. Nətər evdədir? Sağdır, ölüdür, hardadır, nə vəziyyətdədir? Məhəbbət, üstümə gəlsən də, bilmirəm də necə də, and içirəm də, bu qədər bir də and içmək istədin, and içdim də, mən sizə detallara girdin də, mən bilmirəm. Deyirəm, yəni bir düzəməli and içsən, mən də inanardım da, inanardım. Düzəməli and necə olur? Deyirəm ki, ömrümdə heç vaxt and içməmişəm. Nə edidir onu and içdim? Niyə mənə səbəşdirirsən? Və niyə ağlayırsan? Hürkübsən, titriyirsən. Ağlamıram da, məhəbbət, ağlamıram. Üstümə gəlmə. Götür da məhəbbət, götür da məhəbbət, götür. Məhəbbət, götür da. Məhəbbət. Az elə demə də. Deyinən ki, anamın əziz canına and olsun ki, anam evdədir, özü də sağ salamatdır. İndi çatdı mənə. Mən indi başa düşdüm ki, sən niyə görə bu sağdır, salamatdır, sağlamdır sözlərinə niyə görə vurğulayırsan? Nədə qorxursan ki, mən anama nəsə eləmişəm? Onlar da xəbərlərdə o qədər eşitmişəm ki, şeytan adamı yoldan çıxardır. Nəsə hadisədirsə, hadisə də əlindən çıxa bilər. Məhəbbət, dur çıx bayram. Dur çıx bayram, nervlərini uca əsəbəkirəm ha. Sən o fikrin ağzı qara gedərək getməz, əli məsələyə bax. Mən anamı nə edə bilərəm, hə? Sən kimsən ha, mən evdən çıxardasan. Əcəb edirəm, mənim sözüm keçir buradan, çıx bayram. Eşidirsən? Getmirəm. Belə. Sevda gəlsin, özü mənə desin ki, səni burada istəmirəm. Get, onda gedərəm. Elə? Hə, elə. Bax, sən demirsən ha, özümün indi getməyim gəlir. Özüm durub gedirəm. Yəni ki, belə. Mən qorxdum, mən qorxdum. Anam yoxdur, mənim sözüm keçir, mən qorxdum. Mən başa düşmürəm. Sevda yoxdur da. Yəni, nə ola bilər ki? Biz niyə qorxuruq ki? Nə bilim, ay məhəbbət. Yəni o boyda arvad durduq yerin niyə yoxa çıxsın ki? Yəni nə baş verdi, nə oldu? Mən başa düşə bilmirəm. Allahdır da. Yekə arvaddır. Minib maşına hariyasa gedib də. Bəlkə istirahətə gedib, bəlkə ərinin yanına gedib. Məhəbbət, sana bir söz deyim. Mənim sevgidən heç gözüm su içmir məhəbbət. Bax, onlar bizi neçə vaxtı buradan qovmaq istəyirlər, amma qova bilmirlər. Biz də dirəşim qalmışıq. Deyirəm, bəlkə nəsə plan zad qurublar.
Nə plan quracaqlar ki? Baxım çıxmam. Planın içində nə ola bilər ki? Bizə nə var ki? Gül kimi adamlarıq. Əlimiz ayağımız təmiz. Başımızı aşağı salıb inşek kimi işimizi görürük. Gedirik çayların, törəklərini veririk. Qabaqlarında işləyirəm. 5-10 manatda bir dənə qırmızısını tapamıram. 5-10 manatda pul verirlər. Əgər onda yaşamaq demək olarsa, biz də yaşayırıq. Eşidirsən Məbbəd? Mən evi ələk-vələk elədim. Hər yeri, hər deşiyi, hər toçqanı ələk-vələk elədim. Heç nə görmədim. Amma Məbbəd, evdən bir dənə üfunət iyi gəlir Məbbəd. Evdən bir dənə iyi gəlir Məbbəd. Nə iyi gəlir. Niyə iyi gəlsin? Mən hər gün oranı qəşəng təmizləyirəm, şampunla yuyuram, qapı pəncərəni açıram. Yəni yaman daraşdım aradan ona, izad gələnməz oradan. Məbbəd, çox az ayrıqsan sən. Niyə? Başa düşmədin, nə demək istəyirəm mən? Ay, bir adam dilində danış görün, nə demək istəyirsən axı? Məbbəd, deyirəm, bəlkə sevgi, sevdanın başını əkib. Deyirsən gəlməyəm. O dünyaya göndərir. Hədə! Deyirəm, bəlkə kiməsə zəng eləyək. Mən qorxuram Məbbəd, yox. Amma onda mən gedeyim, bir dənə evi iynəyim təzdən. Get iynə, İyi gəlsə heç zat. iynə. Sevgi? Ha? Lapatqanı neynirsən? Ha? Məbbəd. Məbbəd. Eşkin məhəbbəti düşüb canıma, ala göz yaşını sil qanoyalım. İşte Məhəbbət Macerası serialı bitdi.